Səbirli ol dostum, bu sözün altında oldum. Bəli, qadınların döyülməsiyle də razıyam, təhsildən uzaq tutulmasıyla da razıyam, qadınların az yaşlı evləndirilməsiyle də razıyam, qadınların tarla deyilməsilə də razıyam, istismar olmasına da razıyam, hər şeylə razıyam. Nə vaxta qədər? O vaxta qədər ki, bizim qadınlarımız buna açıq şəkildə etiraz edirlər. Hə, buyur əzizim. Salam dəyərli dinləyicilər, hər kəsə xoş gəldiniz deyirəm. Bugün masamızda yenə o tanıdığınız, sevdiyiniz, kainatın bütün sirlərini açmış yeganə mütəfəkkir, əvəz olunmaz dahi Çevik bəy var. Adam fizik oldu, biyoloq oldu, tarixçi oldu, indi də qərar verib ki, feminist, qadın hüquqları müdafiəçisi və sosioloq olsun. Özü də necə müdafiə edir? Ekrana yekkə-yekkə yazır ki, Allah yoxdur. Sonra da başlayır qadınlara ironiya ilə ağıl öyrətməyə. Mücahid bəy, xoş gəlmisiniz. Yəqin ki, Çevikin bu yeni mərhəmət dolu pafosunu siz də izləmisiniz. Xoş gördük Alparslan. Bəli, o videonu mən də izlədim. İzlədikcə inanın ki, bir insanın necə bu qədər dərin bir məlumatsızlıq içində olub, eyni zamanda belə təkəbbürlə danışa bilməsinə heyrət etdim. Atalarımız necə də gözəl deyib, palçığa daş atma, üstünə sıçrayar. Çevik də İslama daş atıram deyə özünü cəhalət palçığına buluyur. Onunla çıxışı qadın hüquqları müdafiəsi falan deyil. Bu klassik, ucuz bir manipulyasiyadır. O qadınlara mərhəmət etmir. Sadəcə qadınların dini inanclarını sındırmaq üçün saman adam xətası yaradıb onları psixoloji təciq altına alır. Bugün biz onun o cılız istehzalarını elmin, psixologiyanın, tarixin və İslam fiqhinin kəskin şilləsi ilə darmadağın edəcəyik. Möhtəşəm. Elə isə gəl bu dahi sosioloqun ən qəribə, ən absurd iddiasından başlayaq. Adam çıxıb çox rahat bir şəkildə güya ironiya edərək deyir ki, mən qadınların döyülməsi ilə razıyam. Siz dindarsınız, dininiz sizi əzir. Nə qədər ki susursunuz, mən də bu əzilməyə razıyam. Yəni adam elə bilir ki, Qur'an qadını döyməyi, şilküt eləməyi əmr edib. O da bundan istifadə edib dindarları ələ salır. Alparslan, bax bu adamın ən böyük faciəsi elə budur. Adam ərəb dilinin leksikologiyasından, qrammatikasından zərrə qədər xəbərdar deyil. Ay savadsız Çevik, ərəb dilinin ən böyük lüğəti olan Lisan əl-Arabi heç ömründə görmüsənmi? Orada bu feilin 20-dən çox fərqli mənası var. Vurmaq bunlardan sadəcə biridir. Digər mənalar ayrılmaq, uzaqlaşmaq, nümunə çəkmək, səfərə çıxmaq deməkdir. Hətta Quranın özündə Allah Taala misallar çəkir deyəndə məhz bu darəbə feilindən istifadə edir. Bəs niyə məhz o mənanı qabardırlar? Alimlər buna nə deyir? Çünki cahilə o lazımdır. Amma səhabə Abdullah ibn Abbasdan tutmuş, müasir mütəfəkkirlərə qədər İslam alimlərinin çoxu ayədəki məqsədin evlilik problemini həll etmək üçün müvəqqəti ayrılmaq, yəni yatağından, evdən uzaqlaşmaq olduğu qənaətinə gəliblər. Gəl hər şeyi kənara qoyaq, sənə bir tarixi fakt deyim. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm həyatı boyunca heç bir qadına, heç bir uşağı əl qaldırmayıb. O hədisdə açıq-aşkar qışqırır, sizin xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Və başqa bir hədisdə deyir ki, Allahın qadın qullarını döməyin. İndi mənə de görüm, Peyğəmbərin qadın döyməyə qadağan etdiyi bir dində bütöv bir ayə gəlib şiddəti qanuniləşdirə bilərmi? Bu absurddur. Yəni Çevik patriarxal, vəhşi cəmiyyətlərin adətini götürüb din kimi satır. Bəs psixoloji tərəfi, axı din hüzur üçündür. Tamamilə doğru. Ümumdünya Səhiyyə Müvəssəsi məişət zorakılığını qlobal epidemiya elan edib. Şiddət olan yerdə qadında depressiya, ağır travma yaranır. Bəs İslam nə deyir? Rum surəsi 21-ci ayə. Aranızda sevgi və mərhəmət yaratdı. Şiddətin olduğu yerdə sevgi qalarmı? Qalmaz. İslamın təməl hüquq qaydası nədir? Lə dərərə və lə dirar. Yəni zərər vermək də, zərərə zərərlə cavab vermək də haramdır. Çevikin tənqid etdiyi o döyülmə İslami deyil, aqressiv cəmiyyətlərin xəstəliyidir və İslam məhz onunla mübarizə aparır. Çox məntiqlidir. Amma adam bununla kifayətlənmir axı. Deyir ki, mən qadınların təhsildən uzaq tutulması ilə də razıyam. Təbii ki, yenə də ironiya edir və dolayısıyla Taliban kimi qrupların qızları məktəbə buraxmamasını birbaşa İslamın boynuna atır. Ay Alparslan, bu adamın tarix bilgisi də sıfırdır. Ay dahi Çevik, İslamda təhsil cinsiyyətə görə ayrılmır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün dünyanı lərzəyə salan o möhtəşəm hədisi var. Elm axtarmaq, bilik öyrənmək hər bir müsəlman kişiyə və qadına fərzdir, yəni məcburidir. Din sənə fərz qılır, sən deyirsən din məktəbdən uzaq tutur. Sən heç Həzrəti Ayşə radiyallahu anhanı tanıyırsan?
O sadəcə peyğəmbərin xanımı deyildi. O dövrün ən böyük hüquqşünası, tibb bilicisi, ədəbiyyat mütəxəssisi və 2400-dən çox hədis rəvisi idi. Bütün kişilər ondan dərs alırdı. Hətta mən eşitmişəm ki, dünyanın ən qədim universitetini də bir müsəlman qadın qurub. Bu düzdür? Bəli, 2 kərə 2 4 edən kimi düzdür. Dünyada fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi Mərakeşdəki Əl-Qaraviyyin Universitetidir. Onu 9-cu əsrdə bir müsəlman qadın Fatimə Əl-Fixri qurub. İslamın qızıl çağında Məryəm Əl-Astrolabi kimi astronomlar, Rüfeydə Əl-Əsləmiyyə kimi həkim qadınlar olub. Çevik isə gedib Əfqanistanda dağda qalan cahil Talibanın əməllərini İslam kimi təqdim edir. Halbuki müsəlman alimlər Beynəlxalq İttifaqı və Misirin Əl-Əzhər Universiteti o qadahanları qəti şəkildə pislədi və dinə zidd elan etdi. Çünki qadını cahil qoyan cəmiyyət məhvə məhkumdur. Çox gözəl. Gəl keçək onun növbəti şedevrinə. Deyir ki, mən qadınların az yaşda evləndirilməsi ilə də razıyam. Yenə eyni manipulyasiya. Az yaşlı evliliyi dinin norması kimi soxuşdurur tamaşaçıya. Alparslan, biz bunu artıq dəfələrlə paramparça etmişik, amma yenə edərik. İslam hüququnda nikahın qüvvəyə girməsi üçün fiziki inkişaf, yəni büluğ yetərli deyil. Nisa surəsi 6-cı ayə rüşd şərtini, yəni əqli yetkinlik və məsuliyyət daşımaq şərtini qoyur. İkincisi o dediyimiz lə dərarə prinsipi. Müasir tibb sübut edir ki, 15 yaşdan kiçik qızların hamiləliyi ölümcül fəsadlar, fistula və çanaq obstruksiyası yaradır. Ana ölüm riskini 5 qat artırır. İslam sənə ölümə getməyi, özünə zərər verməyi haram qılır. Bugün Avropa Fətva Şurası, Darül İfta mərkəzləri müasir dövlət qanunlarındakı 18 yaş həddini şəriətə tam uyğun qəbul edir. Azyaşlı evliliyi İslam deyil, qədim Ərəb, Asiya və hətta orta mödür Avropa qəbilə adətidir. Yaxşı, bəs o tarla məsələsi? Adam qayıdır ki, qadınların tarla adlandırılması və istismar olunması ilə razıyam. Bəqərə surəsindəki o məşhur ayəni götürüb, güya dinin qadını inkubator, cansız bir əşya kimi gördüyünü iddia edir. Ay Alparslan, bu adam ərəb dilinin ədəbiyyatının, bəlağətinin B hərfindən belə xəbərsizdir. Kənd təsərrüfatı ilə məşğul olan bir cəmiyyətə xitab edən Quranda tarla, yəni hərs ifadəsi son dərəcə dərin, müqəddəs bir metafordur. Bir fermer öz tarlasına necə yanaşır? Onu sevir, qoruyur, suvarır, ziyanvericilərdən mühafizə edir. Onu tapdalamaz, yandırmaz, çünki tarla onun həyat mənbəyidir, gələcəyidir. Bu bənzətmə qadını alçaldmaq üçün deyil, əksinə kişinin qadına qarşı həssas, sevgi dolu və qoruyucu yanaşmalı olduğunu vurğulayır. Çünki gələcək nəsillər məhz o müqəddəs mənbədən yetişəcək. Bəs istismar məsələsi, güya qadın ancaq quldur. Əgər İslam qadını istismar edib qul etmək istəsəydi, tarixdə ilk dəfə olaraq qadına miras hüququ verərdimi? Qadına mütləq mülkiyyət hüququ olan məhir verərdimi? Boşanma tələb etmək hüququ, yəni xülu verərdimi? Həzrəti Xədicə radiyallahu anha kimi ticarət etmək, qazancını istədiyi kimi xərcləmək haqqı verərdimi? Həzrəti Peyğəmbər vida xutbəsində qışqırırdı: qadınlar barədə Allahdan qorxun, onlar sizə Allahın əmanətidir. Bütün bu konteksti gizlədib, bir ədəbi metaforu cümbızlayıb, İslam qadını istismar edir demək ən iyrənc saxtakarlıqdır. Sonda ən vacib nöqtəyə gəlirik. Deyir ki, Çevik bütün bu iddiaların axırında qurbanlara, yəni əzilən qadınlara dönüb deyir ki, nə vaxta qədər razıyam, siz etiraz edənə qədər. Əgər sən öz hüququnu qorumursansa, mən sənin əzilməyinə razıyam. Adam rəsmən qurbanı günahlandırır. Bax, bu əxlaqi çökülüşün, fəlsəfi iflasın ən pik nöqtəsidir. Psixologiya elmində buna qurbanı günahlandırmaq, yəni victim blaming deyilir. Çevik o qədər cahildir ki, psixoloq Martin Seligman'ın öyrənilmiş acizlik, yəni learned helplessness nəzəriyyəsini bilmir. İllərlə təzyiq görən, təhsilsiz qalan qurban psixoloji olaraq müqavimət gücünü itirir. Belə bir qurbanı niyə etiraz etmirsən deyə qınamaq mütləq əxlaqsızlıqdır. Bəs obyektiv əxlaq nəyi tələb edir? Əgər bir əməl pisdirsə, qurban sussa belə o əməl pisdir. Bəs İslam nə deyir? Quran Nisa surəsi 75-ci ayədə qışqırır: sizə nə olub ki, Allah yolunda və zəif düşürülmüş qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? İslam səndən çevik kimi biganə qalmağı yox, məzlumun yanında olub zülmə qarşı durmağı əmr edir. Tamamilə haqlısan Mücahid. Həmişəki kimi məntiqi və elmi ardıcıllıqla hər şeyi paramparça etdin. Xülasə etsək,
Çevikin məqsədi qadın hüquqları falan deyil. O, cəhalət içində olan coğrafiyaların qüsurlarını toplayıb, saman adam xətası ilə dinin özü kimi təqdim edir. Onun fəlsəfəsi qurbanı günahlandırmaq, dinin fəlsəfəsi isə məzlumu qorumaqdır. Eynə ilə Alparslan, Çevik kimi internet qəhrəmanları öz mənəvi boşluqlarını dindar qadınları təhqir etməklə doldurmağa çalışırlar. O qadın hüquqlarından dəm vurur, amma əslində lisan-əl arab lüğətindən, psixologiyadan, tarixdən və İslamın əmanət fəlsəfəsindən mütləq şəkildə bixəbərdir. Qoy əvvəlcə gedib biraz oxusun, cəmiyyətə nifrət toxumu səpməsin. Bəlkə o zaman ağzından çıxan sözün məsuliyyətini dərk edər. Möhtəşəm yekun Müzahid, çox sağ ol. Bəli, əziz dinləyicilər, bir intellektual təmizliyin, daha bir pafoslu cəhalətin iflasının sonuna gəldik. Elmsiz, terminologiyadan bixəbər, qurbanı günahlandıran saxta hüquq müdafiəçilərinə əsla aldanmayın. Özünüzə yaxşı baxın, elmlə, məntiqlə və ən əsası əsil mərhəmətlə qalın. Sağ olun.